Yeni bir gündən hər kəsə salam. Kanalıma, evimə xoş gəlmisiniz. Səhər-səhərdir, çay süzdük, yemək yemək üçün. Mən bir dənə vlog başladım. Buraları da yaxmışıq. Yaraşır. Nə? Bananla kivi. Hə. Sadə. Sadə banan kivi. Ah, sən üstə bayram versin. Tək istədiyin dollar olsun. Paşka. Hə, paşka. İstəyirsən 6 dənə yox, 10 dənə götür. Altındaçılar da marsipan deyirəm, qalın görünsün deyə. Hə, bacı payı kimi yarıya böldüm. Ala, buyur, dollarlar sənin olsun. Sizin dolu olsun. Sağ ol. Gülə xəstə. Həqiqət olsa vapşı lezzetli olur. Hə, demədim. Dollardan biz boluq, nə qədər istəyirsən. Hə, bu biləsən niyə buradadır? Oğrular yerini bilməsin deyə. Evet. Oğrular yerini bilməsin, gəlib tapmasın. Yoxsa, onda bunu eləyərəm mən. Bence yaxşı, yoxsa boz rəngi də var. Boz da eləyə bilərsən. Sən çox elə boz tortun yoxdur, boz elə. Azadlıq metrosunun kənarında çay içməyə yer yoxdur. Başda pufetdən çay aldı. Nə deyirlər onu? Köşk işte. Köşkdən çay aldı. Buraları biz eləməmişik amma biz belə tərbiyəsiz deyilik, evet. Qəşəng isti xaçapuri, simit, çay. Çayın içinə şey düşdü. Çayın içinə çörək düşdü. Mənzərəmiz də belədir. Gözləyək. Sonra gedib də tatravalide oynayar. Hə, sonra gedib biz də tatravalide oynayar. Oynamalıyıq. Nəysə, soyutma çayını, iç, nuş olsun. Bir dənə səhvimiz oldu ki, böyük stəkanda istəmədik. Açıq çaylar soyub, sən düz deyirdin. Dadlıdır mı? Mən bunu xoşlayıram, intihası sonra pendiri şey eləyir. Nə verir mənə? Mədəmdə turşuluq artırır. Amma qəşəkdir, xoşlayıram. Bu şeydə. Ondan mən almışdım da şey oldu. Nəsə oldu, soğuldu. Atatürk çiçəyi deyirlər ona. Həkimə gedirik burada. Ona görə azadlığa gəlirik. Dedim yeni bir vlog başladım. Bizimki həm ziyarət, həm ticarətdir. Həm gəzirik, həm də baxırıq buralara. Bunlardan bir təri qopartdım. Öyle təmizləyirlər ki, heç nə olmur. Başından qopartdıq, buyur cılına nuş elə. Burasında qurudu. Burasında bu tərəfində. Süzdür də nə yəni? Yəqin ki, bağlı olur. Biz də belə bir yerlərdəyik. O tərəfdədir bizim. Hiləsi getdiyimiz yer. Alına salma dişini. Qoy bir dənə baxım. Prosto dadı bir damız dadı gəldi. Biz deyən deyil. Ataq sivil qabına. Bizdəkilər qəşək sürəməli, bağlı olur. Rayonun akasyası da başqa olur. Yox. Gedək. Güdünlə gəldik marketə qoyuq almağa. Sağ ol. Kız, soyuqda nə şeylərə bax. Kartoflu. Künefe neçəyə də? Künefe 3.20. Ana, bu da daha ucuzdur. Al marketdən 3 neçəyə aldıq, 40 neçəyə aldıq, yoxsa neçə? 30 neçə. Ha, Arazda künefe daha ucuzdur. Eybi yox da. Bugün son günlərdir. Bu günləri dəyərləndirək. İndi hara getmək istəyirsən? Gedək Murada baxtar alaq. Nazlıya almışıq Murada. Göyün 10 dənəsi 1 manat. Nə? Göyün 10 dənəsi 1 manat. Elə yazılmışdı. Bir dənəsi 10 qəpik. Əstəğfurullah. Görürəm onu elə deyirsən sən, nə oxuysan. 10 qəpik. Bir dənəsi 10 qəpik. Gedək banışa oyuncaq alaq. Hə. Ya da şey, gəl dəftər alaq. Gedək, hə.
Şakamakaya girək, şakamakaya. Görək orada nə var. O gün yox. Keçən səfər girdim, balaca bir dənə oyuncaq götürdüm şeydən, buradan. İnan sən, balaca bir şeydə maksimum deyəsən 2 manat olar. Dedim neçəyə, dedi 4.50-yə. Adi bir şey idi. Şık var. Bax onlarda. Yox, hətta şık maraqlı gəlmir şeylər. Bu dilə gözü düşübdü. Şeydir da, Atatürk çiçəyi deyirlər, barış çiçəyi. Aparılmışsa, gedək. Məndə var idi, qurudu getdi. Həm də ki, bunlar nəsə dərman zad verirlər. O qırmızı yarpaqları qəşəng olur. Evdə olanda yaşıllaşıb gedir hamısı. Bu mağazaya girmişdim bax, o deyirəm. Bir damcı şeyə 4 manat dedi. Baxın. Gedək şakamakaya. Görək orada nə var, nə var. Sonra orada nəsə hokka yazılıb. Gedərik görək onlar nə hokka verirlər. Nə doğru, heç görməmişəm. Bizim məkanda təzə nəsə açılmaq istəyir. Yenə biz şakamakadayıq, şakamaka. O adi 1 manata. O lambaçkadır, ha? Onu taxsan görən nə olur? Yox, ha, eləcə oyuncaqdır. Nəni şirindir. Otaqların qapısına. İstəyirsən götürək. Sinirlidir. Maraqlılar mı? Bu şeydir. Yapışqanlı. Altdakı şapka babağı daha maraqlılar. Çünki tek atılsa mürakkəbəcək üçün altdan ötürü alırsınız. Bu şapka babağı maraqlılar. Qəşəngdir, hər şey var. Götür. Şapka babasını götür. Hətta şey də var. Şapka babanın sapitkası, qabları. Hərəsində bir dənə götürürsən? Yox. 2 dənə Nə gəldi. tər yapışdıracaq? Yapışqan mı acaba? Yolda şükürəcə asılqandır. Yapışqan yoxdur, yox. İçdə prosto asıl. İki tərəfli skotun yoxdur. Aha. Balaca oyuncaqlar qəşəng görünmür. Götürdüyünə görə geçib götür, bir dənə götür. Məncə. Qarlar da var, yolkalar da var. Bu gün baxdığımız evlərdir. Nədir? Nədir? Əjdaha elidir. Bilmirəm ki. Əjdaha elidir. Bilmirəm. Mənim neçə yaşım olur? Əjdaha mənim elimdir. Mənim neçə yaşım olur? Hesabla görə. Işıq yox idi deyə bu tərəfə keçib baxmadı. O nədir? Hə, bax sən onun üçün dərman qoya bilərsən. Doğruda ne? Balacaların için dərman qırıq yardılar. Hə. 1 manatdır. Böyüyünlə də tortlar püskürdə bilərsən. Qoyulam. Hə, nə baxım? Neçədir? 2 manat. O pis tərəfdə bu padnoslar 1 manat idi, gördün? Gördün? Buna bax. Şam ağacı. Nədir? Uyku vaxtları biraz. Curablar. 1 manat. Şey full sintetik adamı. Maşınlar 3 manat. Gəldik evə, almayaq ki də toyuq deyə girdik, nəfə aldıq, çıxdıq. Amma yolumuz uzaq idi deyə dondurma götürə bilmədim. Bilmirəm burada varmı? Varsa gidib gərək soruşardım. Yadımdan çıxdı. Çörək götürdük buradan, yumurta götürdük. Bir də toyuğun hissələrini götürdüm, qızardım deyə. Aldıqlarımız bunlar oldu. Bir də uşaqlara biraz oyuncaq götürdük. Onu da Gülü götürdü, o yana qoydu. Keçim günorta yeməyi hazırlayayım. Belə. Bunları da qoyun bastırma edeyim. Gülü duz istot yeyə bilmir deyə duzdan, daha doğrusu istot, duz istotu
istot acı yeyə bilmir deyə istotlamıram. Amma o birisilərdən vuraram sarı kök. Sarımsaq tozu, duz vurub qəşəng harmanlayıram. Bu vlogu Gülü gedən gün çəkmişdik. Sonra çəkdim, Gülü getdi. Mən digər vloqları montaj edib qoyana qədər xalam oğlu rəhmətə getdi. Bu vlogu montaj edib paylaşa bilmədim. Amma video dururdu da telefonda. Dedim indi montaj edeyim, paylaşım, maraqlı vloq olmuşdu. Gülünün biskviti var idi. Kənddə, daha doğrusu 2 dənə tortu var idi. Kənddə sifarişi var idi. Ona görə dedi elə biskvitləri burada pişirsin, aparsın. Mən də orada toyuğu təmizləyirəm. Onları bastırma eləyirəm. Hərə öz işindədir burada. Gülü biskvitlərlə məşğuldur. Mən də axşam yeməyini hazırlamaqla məşğulam. Biskvitləri bizdə pişirdi. Şeydən də, Azadlıqdan da qutu aldı bir dənə. Tort kutusu onun içərisinə qoydu. Gedən günüsü, yəni sabahsı günüsü gecə satacaqdı Gülü saat 12-də. Tort sifarişi verməli idi, götürmüşdü. Dedi, daha bir də gedib səhər tezdən pişirməyim, elə burada pişirim, aparım. Orada da yığıb təhvil verərəm. Toyuğu bastırdım. Qaldı burada. Siz nə arıyorsunuz Gülnar xanım? Məlumat verin bizə. Elə biskvit pişirib aparıram. Başqa bir evdə usta olmanın avantajları. Sonra tortum var. Bu gün də yol getdiyimə görə biskviti pişirib aparıram. Evet. Görürsünüz da evdə usta o kabartmaydı. Qabartma. Evdə hər evdə usta olmanın avantajları gedib çatdıra bilməzdi çox yəqin ki. Həm də ki biskviti isti-isti kəsəndə qırıq-qırıq olur deyə. Elə dedik burada pişirsin, aparsın. Nə tortudur? Onu da dedi ay. Toy tortu. Toy tortudur. Neçə kiloqramlıq toy tortu? Balacaymış. Toyu 3 kiloqram doğrudan balacadır da. Prosto görünüş. Yəni hamıya çatası deyil onsuzdan prosto. Qız evdən payızlardı. Toy tortu heç olmasa 5 kiloqram olsa yaxşıdır. Həm görünüşü qəşəng olar, qonça da qəşəng görünər. Həm də bizə rahat olur, rahat hazırlayırıq. Hə, belə balaca olanda adam bilə bilmir. Onun ölçüsünü artıq olur, istər-istəməz tutuzdurmaq olmur. Həm balaca görünür. Ona görə 5 kiloqram olsa daha yaxşı olar. Belə kolay gəlsinsə, yavaş-yavaş mən də stolu hazırlayım, yemək yeyək, hə? Sən oraya qoy, mən gəlirəm. Qoy göstərim, Bakıdan gedəndə nə almaq lazımdır. Bakıdan gedəndə, hə. Nədir bu? Pişmiş malako. Sizdə neçədir bu? 5 manat. Özdəki bunun kimi qəşəng dadı mı? Xırban olmur. Qatıdır. Ona görə pişmiş malako. Bu nədir? Almadı bu. Neçəyədir bu? 5 manat da deyirsən. Nə yaxşı limpo almadın, özüm bunu alır. Rahatdın işləmək. Mən limpo götürürəm. Pişmiş. Hamısı pişmiş malakodur. Əsas məsələ. Bunu deyirəm biskvitin altına qoyarıq. Kutuya. Qırılmasın deyə. Kutuyla biskvitin arasında da nə o şey Hə, üstünə də qoya bilərsən. qırılmasın deyə. Üstünə də qoya bilərsən. Altı yaxşıdır. Hə, onda tərs üzünə Kutuyla çörüb. balkonun arasında da Lap, hə, lap altına. Hə. Bunu neçəyə aldın? O 7 manat idi. Deydə məsələ endirim edirəm. Çox şey aldığım deyə. Çox şey var. Sonra sevimli nəyimiz? Onsuzdan çıxacaq elə bunlar. Orada yox. Hə, belə bir dənə krem şanti. Biskviti aparmağa şey. Elə indi də ikən qoya bilərsən. Yoruldum ay qız. Qocalmışam, ayaqüstə dura bilmirəm. Şokolad. Bunu əlimizdən qırıb elə tökürük tortun arasına. Budəli rezinləri. Və banun rezinləri.
Smeta bunu nədən ötürü aldın? Dedi qaymaq bəlkə miyənin içinə tökmək üçün. Qaymaq. Qaymaq. Muki yoxdur şeydə. Tapılmadı. Muki tapılmadı. Stokda yoxdur belə deyim. Ona görə Diamond. Burada da ki bundan bunu neçəyə verirdi bir dənəsini? Bilmiyorum, o soruş. 20 qəpik zad olur. Qəşəngdir. Sonra sabun güllər. Suya vuranda əriyir deyə sabun gül deyilir, amma belə torta təmas eləyəndə burası qalçıqdır. O muncuq. Kilo qatışdırıbsan? Evdə üçün alırım. Vay. Bunu yaxşı eləyib alıbsan bax. Əvvəl bizim burada azadlıqda belə çəki ilə verirdilər, qəşəng çox düşürdü. Keçən səfər mən də Almışdım. lap böyüyündən götürdüm keçən səfər. Bir də mavisini, iki güzel mavi var idi, irili xırdalı, xoşuma gəldi maviliyi. Şeydən, Zabratdan. Zabratdan. İndi də bundan götürdüm. Yaxşı eləyibsən. Bunu qatışdırdın, elə çəkdirdin, elə? Gözüm gördü. Əslində tam xırda götürürdüm. Sonra baxdım ki, o da var, bu da var dedim. Üçdürdü. Üçdürdü, O çıqala bunu bax belə alanda bir damcı. bu boyda düşə yatışmıyor. Qavlaşdırıb satanda baha olur, baha verirlər. Qavlaşdırıb satanda bu qədəri bir manat olur. Sağ ol, bir damcısı. Belə yaxşı eləyibsən, bunu ağıllılıq eləyibsən. Daha muncuqdan bunu. Bu kakao. Əsas sarı işlənir, rozivi, göy, bir də ağ. Başqa yox. Bu da kakaodur. Güzel ilənir. Birazdan yadıma sağ kakaonu gördüm, şey yadıma düşdü. Künəfəni pişirək. Başqa da heç nə. Sudan şir. Bunu mən aldım bebem. Yox, hayır. Bebə qızdıcına rəngarənk oynadı. Bir də gülü uşaqlara nə saldı? Bu nə daha gülü? Bunu 1 manatlıqdan almışdı. Dərmanlar qırıb qoymalı. Orada da şeylər. İndi durub qoyuram. Belə durdu, çaşdım. Heç nə bunlar. Bir də bunlar var. Sağ deyim, Murad gel paxıllanacaqdı. Niyə onları qalmışam? Onları aldığın oyuncaqdır ya axı. Nə olsun? Bunları da şıvarda Yox, qoy Murad, nə alsın? qoyacaq yanına. Dən də belə bir şey çık. Murat məktəblidir. Az olsun da. İnci deyir, mən deyir 3-cü sinif idim. Sən mənə Barbie almıyordun ki, İnci daha məktəblidir. Amma deyir, mən Barbie istəyirdim. İndi həmən söhbətdir. Belə indi yəqin ki, indi bu da yolkası Muradın. Mən aldığım yolkadan qəşəngdir. Bu da işıqları. Bir dəftəri də almışam. Bir də dəftər, papaq. Hər şeyi alıbsan. Yox, onlar yadımdan çıxmışdı. Sağ olsun, 1 manatlıq yeri. Başqa yerdə bunlar bahadır. Doğrudan elədir. Adicə Temuda baxırsan 2 manat neçə qəpiyə qoyublar. Bunları. Heç nə durum, mən tərmanları bölüm. Bir sonra bunları yığaq. Öz dəyri yoxlayır. Pişib, Yox, tərtəmiz pişib də. Neçə dəqiqə pişdi? Pişikdi. 1 saat 5 dəqiqə. Yo. 1 saat. Qəşəngdir, Gətir öyle də qoyaq. Qəşəng şey olsun. Soysun, gözlə. İnci xanımın Temu bağlaması gəlib. Neçə vaxtdır gözləyirdi. Gələndə götürüb gəlib. Həmişə Morexə vururdum. Bu səfər Morex yaxşıdır. Niyə? Bir var metrodan çıxasan götürəsən. Bir də var ki hara burada. Baxın. Bizdən başqa kimsən sallamışsan? Yox, kimin sallasıyam? Oy, nə balacadılar. Aç bir dənə.
5 manat. Biri düşdü şeyin üstə. Elə biləm sən əlindən vurdun. Ağ maraldır bunlar. Adi maral da yaxşıdır. Mən sıxdı. Orada qəşəng şüşə kimi görünürdü. Bu da bax sanki kalçukdu. Neyse. Değil. Şey var heç. Ne olur? Ne qəşəngdir bunu partlatmaq. Sağ gəlməyibsən niyə partlat? Bir hamısı birdən partlatmaq olmaz. Aç görüm. Yo, mənimki deyil. Yo, mənim partımdır. Aç görək nə gəlir. Ne güzel adam rahatlayır bunu partladan da. Mən də patlatmaq istəyirəm bilərsən. Partlat. İnci. Almaq istəyirəm. Gerçekti mi? Bakın materyalına. Şart belimə qalın olmaz. Biraz daha nazik. Belim nazik olmasını gözlədim. Böyle atılır bağlanır. Adi parçadır da. Özü də Paltar da adi parçadan tikilir olsun. nazikdir. Əsas məsələ çantanı çıxart. Mən çanta almamışım. Qara çanta vurmursan. Yalıma geldi. Hiç yalıma gelmedi. Hemen canına az şey almışım. Dönc. Çok İnci kitablarını apara bilmirdi. Çantası balacaydı deyə çanta vurdu onu. Özünə bir dənə böyük çanta vurdu. Görə indi nə tərdi. Adicə bir şeydir. Elə bir kəsif qoyublar. Aç görək. Sonsuz 40 manat almamışım. Yani 40 manat aldım sen. Keyif götürürsen. Yo, gözləm. Belə bir çanta. Bu nədir burasında elə bir keçdi. Yekə sumkadır. Çox yükü görsənmir ki. Bu çox yükü görsənmir. Çamadan kimi görsənir. Çox yüküdür. Buralarında içə qılırsa. Ha, içə qıvar. O bir tərəfində qıvar. Onda yaxşı olur. Ha. Bura ağaçsa buralarla basışdı. Çox elədi, nə? Çox. Çox deyil. Böyükdür. Belə nə iləsə belə çıxıt eləyə bilər. İntihası yenə də elə olar da, böyük görünür. İçində astarı yoxdur, bir dənə belə çıx-çıx var. Kitablar sığışsın deyə belə yekəsini götürdü. Elə bu. Bu da bizim Temu sifarişləri. Mənim mararlarım da adi kalçukdur. Heç qəşəng deyirlər. Evin bir-iki əksik gərəyi var idi. Yoldaşım onları alıb gətirib. Balaca maçalka alıb. Zəhləm gedir də mən bu balaca maçalkalardan. Eybi yoxdur deyirəm. 1 manat artıq olsun. Amma belə əlimdə qəşəng combuldursun da. Belə deyim. Enli olsun maçalka. Semiska götürüb. Uşaqlar bu kalbasanı xoşlayır. Uşaqlara kalbasa götürüb bir dənə. Sonra belə çilki götürüb. Bunu da uşaqlar xoşlayır. Qardaş bacı otururlar, bölürlər, qarşılıqlı yeyirlər. Sonra Vaqifin şökümokisi qutarmışdı. Biz hələ də şökümok yeyirik səhərlər. Ondan götürüb bir dənə. Xanımlar, videonu bəyənməmisinizsə, bu arada siz də videonu bəyənib, rəylərə bir dənə çiçəkdən, böcəkdən atsa sevinərəm. Bir dənə pesok götürüb, bugünlük alış-verişimiz də budur.